Salam. Mən Sinan müəllim sizə çox təşəkkür etmək istəyirəm. Mənim uşaqlıqda yaşadığım o travmanı düşünmürdüm kimsə sağalda bilər. Mən balaca olanda bilmirdim neçə yaşımda başa düşdüm ki, mənim ata deyilən o şəxsin mənə biz gözlə baxdığını. Sonra mən onu qəbul etdim və qorxudan 16 yaşımda qışlıq getmək məcburiyyətində qaldım. Birini heç tanımadığım biri ilə. Həyatım ondan sonra cəhənnəmə çevrildi. Heç düşünməzdim ki, onu sağalmaq olar. Sonra Sinan müəllimlə, sizlə keçirdən seans keçirdən sonra başa düşdüm ki, həqiqətən o mənim günahım değildi. O balaca qızın günahı deyil. Sadəcə o qanasız insanın elədiyi bir şeydi. Mən bunu sağalacağımı heç düşünməzdim, heç vaxt. Amma sağaldım. Bir seansda biz sağaldıq. Mən çox təşəkkür edirəm sənə. Artıq xoşbəxtəm. Artıq o mənim günahım değilmiş. Mən onu gizlətməyinə səhv eləmişəm. Buradan hər kəsə, indi hər kəsin telefonu var uşaqların. Demək istəyirəm ki, belə bir şey varsa yardım alın. Bu sizin günahınız deyil. Mən Sinan müəllim sizə çox təşəkkürümü bildirirəm və ara sırada yazıram. Sizi inşallah narahat eləmirəm. Sonra uşaqlığımdan sağalmağa heç inanmazdım sağlaram. 35 yaşım var. Bu travmanı atlattım mən. Həqiqətən atlattım. Mən canlıda da yazdım ki, mən inanmıram, onu düzəldim. İkinci video çəkib atsam indi zamanım yoxdur və həyatımda evli olan bir şəxs barədə. Artıq özümü sevirəm. Xoşbəxtəm. Buna görə də sizə təşəkkürümü bildirirəm. Mənə yardım elədiniz üçün. Mən heç vaxt düşünməzdim ki, mən sağalarım. Həqiqətən də sağaldım. Artıq o travmam getdi. O seansda mən ora getdim, həqiqətən də getdim ora. Çox mutluyum artıq. Çox sağ olun hər şey üçün Sinan müəllim. Təşəkkürlər.